Yunanistan haqqında davam edək dərsimizi. Demək, Sparta dövləti haqqında danışaq ilk öncə. Dünən çünki Sparta dövləti yarımçıq qaldı. Demək, Sparta dövləti özü 8-ci əsrdə, amma Sparta şəhəri eramızdan əvvəl 2-ci minillikdə Messeniya və Lakonika vilayətində Dorilər tərəfindən salınmışdı. Zaman keçdikcə şəhər inkişaf etmiş və dövlətə çevrilmişdi və Yunanistanın iki ən varlı şəhərlərindən birinə çevrilmişdi. Spartada idarə etmə biraz fərqli idi. Belə ki, orada oliqarxiya idarə üsulu var idi. Məsələn, insanların fəlsəfə ilə, incəsənətlə, yəni mədəni bu məşğuliyyətlərlə məşğul olması qadağan idi. Ölkəyə gediş və yaxud ölkəyə gəlmək, ölkədən çıxmaq qadağan idi. Onların əsas məşğuliyyətləri hərb işi idi, yəni hərb işini yaxşı bilirdilər. Hətta əvvəlki kitablarda deyilirdi ki, Spartalılar yatanda da yanlarında silahla yatırdılar. Bir də onlarda lakonik dil, qalxan üstündə və yaxud qalxanla ifadələri var idi. Məsələn, lakonik dil qısa danışıq forması deməkdir. Qalxanla və yaxud qalxan üstündə ifadəsi isə onu bildirir ki, döyüşçü demək ki, döyüşdən ya sağ qayıtmalıdır, ya da ki, ölü qayıtmalıdır, əsir düşmək olmazdı. Başqa Sparta haqqında orada qullara hiloflar deyirdilər. Və bir də dediyim kimi orada oliqarxiya idarə üsulu var idi və 2 nəfər Sparta şəhər dövlətini idarə edirdi. Yunan-İran müharibələrində də ki, Fermopil döyüşündə Spartalılardan Leonid qəhrəmanlıq göstərmişdi. 300 nəfər Spartalı ilə döyüşmüş, lakin qəhrəmanlıqla həlak olmuşdu və Fermopil döyüşü yeganə döyüşlərdən biri idi ki, orada Yunanlılar məğlub olmuşdular və Fermopil keçidini nəticədə İranlılar ələ keçirmişdilər. Spartada da, Afinada olduğu kimi Ağsaqqallar Şurası və Xalq yığıncağı var idi. Məsələn, biz Afinada demişdik ki, Afinanın Ağsaqqallar Şurası eramızdan əvvəl 7-ci əsrdə idarə etmişdi. Eramızdan əvvəl 5-ci əsrdə isə Xalq yığıncağı idarə edirdi və artıq eradan əvvəl 5-ci əsrdə strateqlər var idi, Perikl var idi. Amma Spartada bu cür yazılır ki, orada Ağsaqqallar Şurası qərarı hazırlayır, Xalq yığıncağı isə həmin qərarları təsdiq edirdi. İndi isə danışaq Afina-Sparta müharibələrindən. Demək ki, varlanmaq, daha çox var dövləti, hakimiyyəti ələ keçirmək, daha çox var dövləti ələ keçirmək, dəniz ticarətində üstünlük qazanmaq, qonşu dövlətləri özünə tabe etmək uğrunda Yunanistanın 2 ən böyük şəhəri müharibə etməyə başladı. Bunlardan biri Afina, biri isə Sparta şəhər dövləti idi. Müharibə gedişatında Sparta qalib gəldi və Afina dəniz ittifaqı dağıldı, hansı ki, Yunan-İran müharibələrinin sonunda yaranmışdı Afina dəniz ittifaqı. Dəniz döyüşləri çox üstünlük təşkil etdiyinə görə müharibədə Plateya döyüşündən sonra Afina dəniz ittifaqı yaranır və həmin bu müharibənin sonunda isə həmin ittifaq dağılır, çünki Afina şəhəri özü məğlub olur. Nəticədə Sparta Yunanistanın güclü dövlətlərindən birinə çevrildi. Amma Afina-Sparta müharibəsi Yunanistanın ümumilikdə özünə pis təsir etdi. Belə ki, artıq Balkan yarımadasının şimalında yeni bir dövlət yaranmışdı, Makedoniya dövləti və onun hökmdarı 2-ci Filip idi. 2-ci Filip bir çox Yunan şəhər dövlətlərini pulla satın alır, bir çoxlarını isə döyüşərək ələ keçirirdi. Yəni, 2-ci Filip üçün böyük bir imkan yarandı ki, o gəlib Yunanistanı tutsun. Beləliklə, və onun oğlu var idi, bu da İskəndər idi, gənc İskəndər. İlk sərkərdəlik məharətini eramızdan əvvəl 338-ci ildə Xeroneya döyüşündə göstərəcək və həmin döyüşdə 2-ci Filip və İskəndər oğlu sərkərdə İskəndərin qoşunları qalib gəlir və Yunan şəhər dövlətlərinin istiqlaliyyətinə son qoyulur. Bildiyimiz kimi, Yunan şəhər dövlətlərinin içərisindən Sparta güclü olaraq qalmışdı və yalnız Sparta öz istiqlaliyyətini qoruyub saxlaya bilir.
Daha sonra Filip vəfat edir. Eramızdan əvvəl 336-cı ildə oğlu İskəndər hakimiyyət başına gəlir. O da eramızdan əvvəl 323-cü ilə qədər hakimiyyətdə qalmışdı. Makedoniyalı İskəndər hakimiyyətə gəldikdən sonra o qonşu dövlətlərə hücumlara başlayır. Belə ki, onun əsas hücum hədəfi olur. Qavqamel döyüşü nəticəsində gələcəkdə məğlub olacaq Əhəməni dövləti və Əhəməni Makedoniya döyüşləri başlayır. Necə ki, Yunan Əhəməni döyüşləri olmuşdu. İndi də Əhəməni Makedoniya döyüşləri başlayır. Yeni kitablarda digər döyüşlər çıxarılıb, amma Dimin yeni toplusunda döyüşlər var. Ona görə də biz onları qeyd elədik. Eramızdan əvvəl 334-cü ildə Qranik döyüşü, eramızdan əvvəl 333-cü ildə İs döyüşü, eramızdan əvvəl 331-ci ildə isə Qavqamel döyüşləri olur və hər üç döyüşdə İskəndər qalib gəlir. Ümumiyyətlə İskəndərin məğlub olduğu döyüş göstərilmir. Getdiyi döyüşlərin, yəni biz oxuduğumuz bütün döyüşlərdə qalib gəlir. Məğlub olduğu bir dənə uğursuzluğa düçar olduğu bir dənə yürüşü var ki, o da Hindistan yürüşüdür. Çünki Hindistan İskəndərin tanımadığı bir ərazi idi, döyüşçülərin bələd olmadığı bir yer idi. Onun haqqında danışacağıq. Demək, Əhəmənilərlə döyüşdə qalib gəlir və dediyim kimi 331-ci il son döyüş olur. Eradan əvvəl 330-cu ildə isə Əhəməni dövləti süquta uğrayır. 220 il mövcud olmuşdur. Eramızdan əvvəl 550-ci ildən eramızdan əvvəl 330-cu ilə qədər Əhəməni dövləti mövcud olmuşdur. Mövcud olduğu dövrdə də Azərbaycanın Albaniya, Atropatenada yaşayan tayfaları özünə tabe etmişdi. Daha sonra Azərbaycan ərazisi İskəndərin nüfuzu altına düşür və müstəqil dövlətçilik yalnız İskəndər öldükdən sonra yaranır. Yəni Albaniya və Atropatena dövlətləri İskəndər öldükdən sonra yaranacaq. Deməli, eramızdan əvvəl 332-ci ildə İskəndər Misirə hücum edir. Misiri müqavimətsiz tutur o. Amma Misirə gələnə qədər artıq Finikiyanı ələ keçirir, Suriyanı ələ keçirir və Kiçik Asiyanı ələ keçirir. Dediyim kimi, Misiri müqavimətsiz tutur. Finikiyanın Tir şəhəri isə çox böyük müqavimət göstərir Misirə qarşı, Makedoniyalı İskəndərə qarşı. Misir fironları onu hökmdar firon elan edirlər, onun qarşısında təzim edirlər, taxta otuzdururlar onu. Bir də eramızdan əvvəl 327-ci ildə İskəndərin son yürüşü Hindistan olur. Əslində İskəndər Hindistana çox getmək istəyir, amma artıq onun əskərləri, sərkərdələri yorulmuşdu və onlar məsləhət görürlər ki, o getməsin bu yürüşə. Yəni bu qədər qələbə bəs edər. Sadəcə qazandığı qələbələrdən İskəndər çox ruhlanmışdı və o gənc idi, həvəsli idi yürüşlərə. Ona görə də Hindistana getməyi israr edir. Amma Hindistana gedərkən onu bataqlıqlar, zəhərli həşəratlar, ilanlar, fillər qarşılayır və onun əskərlərinin çoxu yəni döyüşə girmədən artıq vəfat edirlər və hindlilər onların üzərinə əskərlərdən qabaq filləri göndərir. Beləliklə İskəndərin qoşunları fillərin ayaqları altında əzilir və çox deməli, böyük itki ilə İskəndər qarşılaşır orada. Oradan isə geri dönəndə artıq onun nüfuzu düşür aşağı və eradan əvvəl 323-cü ildə elə Hindistandan geri qaydanda 33 yaşında vəfat edir. Vəfatı iki cür yazılır. Bir yazılır ki, onu sui-qəsd edib, zəhərləyib öldürürlər. Digər versiyada isə yazılır ki, o xəstələnərək ölür. Demək, bundan sonra Makedoniya imperiyasının mədəniyyətindən danışır və Yunanistanın mədəniyyətindən danışır. İskəndər getdiyi yerlərdə İskəndəriyyə şəhərləri saldırırdı. Məsələn, Misirdə də o İskəndəriyyə şəhəri saldırmışdı Nilin deltasında və onlar Yunan mədəniyyətindən, Yunan
dilindən, Yunan yazısından istifadə edirdilər. Bundan başqa elm və incəsənəti onlar himayə edirdilər. Məsələn, görkəmli alimlər Evklid, Arximed İskəndəriyyədə çalışmışdı. Bundan başqa orada muzeylər var idi. Bu muzaların adı ilə bağlı idi. Elmi və incəsənəti yayan allahların adı ilə bağlı idi. Eyni zamanda yazı vasitəsi kimi papirusdan və perqamentdən istifadə olunurdu. Perqament Perqam şəhərinin adından götürülmüşdür. Yaxşı işlənmiş dana və quzu dərisi idi ki, onun üzərində yazılar yazılırdı. Daha sonra Yunan mədəniyyəti haqqında danışaq. Məsələn, Yunan şairi var idi. O gözləri görməyən şair idi, kör şair idi, Homer idi. Onun İlyada və Odiseya dastanları var idi ki, dastanlar eradan əvvəl 8-ci əsrdə ortalığa çıxmış, eramızdan əvvəl 6-cı əsrdə isə yazıya alınmış və məktəblərdə həmin dastanlar tədris olunurdu. Bundan başqa Yunan dini haqqında danışaq. Yunanlarda bir çox allahlar var idi. Əsas baş Allah Zevs idi. Poseidon dəniz allahı idi. Aid yeraltı səltənətin allahı və yaxud da ölüm allahı sayılırdı. Bundan başqa Helios, Apollon kimi allahlar var idi. Məsələn, Helios günəş, Apollon isə incəsənət tanrısı sayılırdı. Bir də Albaniya mövzusunun içərisində ay tanrısı kimi biz Selenaya rast gəlirik. Orada yazılmışdı ki, Yunan tanrıları Albaniyaya da təsir etmişdi. Bundan başqa Yunan mədəniyyəti də Albaniyaya təsir edir. Məsələn, Şəkinin Böyük Dəhnə kəndindəki abidə bizim İranın 2-ci əsrinə aid idi və bu Yunan mədəniyyətinin Albaniyaya təsirindən bəhs edir. Eyni zamanda Albaniyadakı allahların da Yunan allahlarına adında olması da göstərir ki, Yunan dini də Albaniyaya təsir etmişdi. Sonra gəlir məktəb. Məktəblər varlı uşaqlar oxuyurdu məktəblərdə. Adətən onlar 7 yaşında məktəbə gedirdilər. Orada stil adlı yazı vasitəsi var idi ki, onun ucu iti idi və mum lövhə üzərində yazırdılar. Bundan başqa arxa hissəsi stilin isə küt idi və pozmaq üçün istifadə edirdilər. Bir də bayaq da dediyim kimi məktəblərdə kör şair Homerin İlyada və Odiseya dastanları tədris olunurdu. Sonra teatr var idi. Teatrlar indi çıxarılıbdı, amma əvvəl yazırdı ki, şərabçılıq allahı Dionisin şərəfinə keçirilirdi. Orada səhnələr olurdu. Məsələn, əvvəl deyirdi ki, səhnələr skena adlanırdı səhnələr. Dekorasiyalar vardı, bəzəklər. Bir də orada komediyalar, tragediyalar göstərilirdi. Komediyalar şən sakinlər mahnısı deməkdir. Tragediyalar keçilər mahnısı deməkdir. Komediya və tragediyanın komediyanın məsələn sonu yaxşı bitir, ümumiyyətlə gülməli əsərdir. Tragediya isə sonu ölümlə bitən əsərə deyirdilər. Orkestr var idi orada, orkestra. Başqa Aeschylus və Sofokl haqqında danışdım. Onlar ilk tragediya müəllifləri idi. Bir də memarlıq. Məsələn, Yunanistanın ən görkəmli memarlarından biri Fidi idi. Fidinin düzəltdiyi, yəni memarı olduğu abidələrdən biri İlahi Afinanın heykəli idi, Zevsin heykəli idi. Zevsin heykəli məsələn dünyanın 7 möcüzəsindən biri idi. Bir də orada sütunlar var idi, Dorik sütunlar, İonik sütunlar. Dorik sütunlar, İonik sütunları köhnə kitablar izah edirdi ki, onlar İoniklər incə naxışlarla, Doriklər isə kobud naxışlarla bəzədilirdi. Demək, Yunanistanın ilk elm mərkəzi Milet şəhəri olmuşdu, amma eradan əvvəl 5-ci əsrdən başlayaraq Afina şəhəri Yunanistanın mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanistanda Hipokrat, Aristotel, Herodot və s. Demosfen kimi alimlər var idi. Hamısı eradan əvvəl 5-ci əsrdə fəaliyyət göstərmişdi. Herodot tarix elminin əsasını qoymuşdu. Hipokrat tibb elminin əsasını qoymuşdu. Tibbə aid əsərlər yazmış. Hətta indi də həkimlər Hipokrat and içirlər öz vəzifələrinə başlayarkən.
Demokrit dünyanın atomlardan, zərrəciklərdən ibarət olduğunu qeyd etmiş. Aristotel isə elmlərə ad vermiş. Məsələn, fizika, kimya, botanika kimi, cəbr kimi adlar vermişdi elmlərə. Bir də eramızdan əvvəl 776-cı ildən başlayaraq Yunanistanda Olimpiya oyunları keçirilirdi və Olimpiya oyunları hər 4 ildən bir keçirilirdi. Oyunlarda qalib gələnlərə zeytun budağından çələng qoyulurdu başına. Bir də onların yaşadığı yerlərdə onlar üçün heykəllər qoyulurdu. Bir də ki, orada varlılar daha çox iştirak edirdi. Çünki varlıların at və yarış vasitələri almağa imkanı çatırdı. Həmçinin yarışlara hazırlaşmağa imkanı çatırdı, amma yoxsulların buna imkanı çatmırdı. Bir də Olimpiya oyunlarında qadınların iştirakı qadağan idi. İştirak edən qadınları isə ölüm cəzası gözləyirdi. Yunanistan haqqında bu qədər. Gələn izahlarda görüşərik. Sağ olun.